Yeniyetmə yaşındakı uşaqların özlərini tapa bilməməsi, gələcəkləri və bacarıqları haqqında, öz şəxsiyyətləri haqqında məlumatın olmaması, onların nə işlə məşğul olacağını, harada özünü tapıb reallaşdıra biləcəyi haqqında heç bir məlumatı olmur. Sadəcə olaraq məktəb, hazırlıq və bunun üzərində valideyn düşdüyünə görə düşünür ki, ən əsas vacib olan budur. Hazırlığa getsin, universitetə, hər hansı bir universitetə qəbul olsun. Amma əslində biz əsas olan məsələni unuduruq. İndi deyəcəksiniz ki, psixoloqda da öz işi üçün danışmalıdır da. Xeyr, burada öz işi üçün yox, sizin işiniz üçün danışıram. Çünki biz həyatda hər hansı bir nailiyyətimiz olur. Baxın, psixoloq olaraq deyirəm bunu. Hər hansı bir bacarığımız olur. İşdə işləyirik, biznes qururuq və yaxud da qura bilmirik, nə isə də. Bu proseslərdə həkim oluruq, müəllim oluruq. Yenə də hər sahədə, hansı sahədə işləməyimizdən asılı olmayaraq, orada bizim insani keyfiyyətlərimiz və aldığımız travmaların nəticəsini göstərir. Məsələn, mən yaxşı bir həkim ola bilərəm, amma pasientlərlə normal ünsiyyət edə bilmərəm. Mən yaxşı bir müəllim ola bilərəm, amma uşaqların öz müəlliməmdən aldığım travmanı uşaqlara, öz şagirdlərimə yaşada bilərəm. Dəyərsizlik hissi, sən bilmirsən hissi, bacarmırsan hissi, əzmək hissi və yaxşı bir proqramist ola bilərəm, amma o proqramisti, o bacarığımı negativ tərəfini istifadə edə bilərəm. Nəyisə uğurlamaq, nəyisə almaq, başqasının işini uğurlamaq, yəni yaxşı bir haker ola bilərəm, amma düzgün qanunun tərəfini işlədə bilərəm. Yaxşı bir dizayner ola bilərəm, amma başqalarının zövqünü uğurlaya bilərəm. Hər bir işdə biz öz şəxsi keyfiyyətlərimizi, aldığımız travmaları, ana, ata, valideyn, ailədən aldığımız travmatik vəziyyətləri daim özümüzdə daşıyırıq. Nəyə görə yeniyetmələrdə özlərini tapa bilmirlər? Çünki uşağı daha çox bizi yönləndiririk. Falan kəsin uşağı falan universitetə girir. Mənə desinlər ki, afərin, bu qədər bal yığdın, afərin, sən bacardın. Amma onun uşağın emosional vəziyyətini nəzərə almadan, anam deyir, atam deyir, onları razı salım deyə, hər hansı bir isteklərini yerinə yetirsinlər deyə, mən falan universitetə girməliyəm məcburiyyəti. Bəli, ona həvəsi ola bilər. Bəlkə də başqa bir sahəyə həvəsi var. Sadəcə buna qulaq asmaq istəmirik. Sadəcə düşünün ki, uşaq düzgün düşünmür. Uşağın onun seçimi doğru deyil. Bu vəziyyətlərdə biz deyirik ki, psixoloqa nə yaparaq? Psixoloq onsuz da aparsaq, uşağı və yaxud da ki, insan psixoloqa gedəndə bütün proqramları, ona verdiyim tərbiyə, ona verdiyim, yönləndirdiyim, ona manipulyasiya etdiyim, əgər sən manipulyasiya etdiyim hər şeydən çıxacaq artıq, bəli, çıxır. Niyə çıxır? Çünki psixoloq ona doğru olanı göstərir də, qurban rolundan çıxardır. Əgər o valideyn uşağı manipulyasiya etmirsə, o uşaq qurban rolunda deyilsə, o valideyn heç vaxt psixoloqa uşağın getməsin, uşağın neçə yaşı olur olsun, yetkin yaşı olsun, getməsinə mane ola bilməz.